Bu sual üzərindən sizdən söhbət etmək istəyirəm. Uşaq doğuldu, yeni bir körpə gəldi ailəyə. Uşağın qayğısına qalan insanın uşaqla sinxron olmağı arzulanır. Uşaqla sinxron olmaq nə anlama gəlir? Yəni uşaq ağlayır, uşaq ehtiyaclarını necə bildirir? Əlbəttə ki, ağlayaraq bildirir. Uşağın səsinin tonundan, tınısından, yəni uşaq nə üçün ağladığını ananın təxmin etməyi və bir də bunu mümkün mərtəbə düzgün təxmin etməyi. Bu necə bir şeydir? Deyək ki, uşaq istidir, uşağa çox istidir. Əslində uşağın paltarını yüngülləşdirmək lazımdır isti olduğu üçün, amma ana deyir ki, sən acsan və yaxud da yuxun gəlir. Başlayır onu saatlarla yelləməyə ki, sən yatmalısan. Uşağın gerçəyi ilə maraqlanmaq deyil də, uşaq bu dəqiqə ehtiyacı nədir, onunla maraqlanmaq deyil də, mənə görə yəni uşaq acdır. Bunun arxasınca düşmək. Yəni əslində uşağı analiz etmək ki, yəni uşaqda məsələ nədir, uşaq nə üçün ağlayır? Doğrudan da acdır, ona görə mi ağlayır? Bunu eşidirəmmiş kimi hiss edirəm. Yəni yeni doğularkən anaların hamısı sinxron mu olur? Yox, bu biraz təcrübə ilə, biraz intuitiv, biraz empatiya quraraq bəli, inkişaf edən bir şeydir. Yəni bu mümkündür bunu etmək. Uşaqlıq çağı travmalarımı uşağıma ötürməkdən qorxuram dediyiniz şey əslində bu qorxunun özünün varlığı artıq bir şeylərin olduğu mənasına gəlir. Yoxsa zehnimiz bunlardan məşğul olmur. Daha başqa bir məsələ sizi gerçəkliyə çəkmək istəyirəm. Yəni yer üzündə travmasız uşaq böyüdüm deyə bir gerçəklik yoxdur. Xəyallar aləmində belə bir arzumuz, istəyimiz ola bilər, amma gerçək dünyanın içində bu çox mümkün deyil. Çünki məsələ sadəcə bizlə qurduğu ilişki ilə də bitmir. Yəni çöldə iqtisadi problemlər var, təbii qəzalar var, fəlakətlər var, müharibələr var və ana əlindən gəldiyi qədər qaça bilsə, yəni uşağın dalınca, ancaq onu bacaracaq, yəni ancaq o qədər analıq edə bilir. Yəni %100 mən mükəmməl bir analıq edim, uşağımın bütün ehtiyaclarını ödəyim, uşağıma çatım. Bu çöldəki gerçəkliklə də örtüşən bir hal deyil. Yəni ana bunu onsuz da bacarmır.